Ərdəbilin məhrum ustanlar arasında rütbəsi nədir? Hətmən siz də eşitmisiniz ki, deyirlər Azərbaycanın iqtisadi vəziyyəti bir çox məhrum ustanlara görə o qədər də pis deyil. Bu məhrum ustanlar hansı ustanlar olurlar? Bəlkə deyəsiz İlam, Kirmanşah, Kürdistan, Sistan, Bəluçistan, Xurasan Cənubi, Kohçiluy Boyrəhmət, Çahal-Mahal və Bəxtiyari, Lorestan və Xuzistan kimi ustanlar. Bu fərziyyəni bərrəsi eləmək üçün Ərdəbil ustanının bu məhrum ustanlarla qiyas eləyək. Bizim bu bərrəsidə milakimiz dövlətin ixtisas verdiyi umrani büdcə olsun. Ustanların cəmiyyəti bərabər deyil, ona görə də bu büdcəni səranə şəklində nəzərdə alaq. Ərdəbil 9.84, Kirmanşah 10.46, Çarmıhalı Bəxtiyari 12.12, Xuzistan 12.64, Lorestan 12.85, Kürdistan 13.04, Sistan Bəluçistan 15.08, Xurasan Cənubi 15.09, İlam 21.27 və Kohçiluy Boyrəhmət 23.94. Çox sadə bir dildə hər bir Ərdəbilli 980 min tümən büdcəyi umran alacaq, amma başqa ustanlar Kürdistan kimin 1 milyon 300 ya İlam kimin 2 milyon 100, Kohçiluy Boyrəhmət 2 milyon 400-ə yaxın büdcəyi umran alacaqlar. İndi siz qızavət eləyin ki, Azərbaycan məhrum sayılır ya o məhrum bildiyimiz ustanlar. Və bu umrani büdcələrin paylaşmasına görə gələcəkdə hansı ustanlar daha da məhrum olacaq?